Məlahət xanım, sizdə deməli ikinci qrup əlillikdir və neçə illərdir beləsiz? Ayaq barmaqları tərpənmirdi, bir-birinə pişirdi. Hə, doktor, əlillik uşaqlıqdan var idi, amma 4 ildir tam ucu mən evdə Həsənlə ehtiyacım vardı kimsə mənə kömək eləsin. İndi çox şükür sizin yanınıza gələndən. İndi tərpənin barmaqlarınızı. Mənim barmaqlarımın tərpənməyinə baxın, mən sevinirəm. Bu ayaq deyirsiniz İstəmirdi. Tamam tərpənə bilir. Şükür olsun Allah. O da tərpənir. Az qalıbdır ki, hə, bax orada da yumşalma, boşalma olacaq. O həm beyin xarakterlidir. Həm də əzələ bağlarda dəyişiklik gedir. Çünki biz hüceyrə səviyyəsini təmizləmə eləyirik, sinir sisteminə kömək eləyirik, bütün orqanlara, hüceyrələrə hamısına eyni vaxtda kömək eləyirik. Ona görə də nəticə çox gözəldir. Bir də çox rahatdır ayaqlarım ki, elə bil ki, sinirlər yumşalır. Siz ilk dəfə deyəndə ki, Cəmal xanım, zəng elədiniz ki, mənim barmaqlarım tərpənir, mən də sevindim. Bəli, mən də sevindim, siz də ondan sonra birinci dəfədir görüşürük. Bax, görünür ki, ancaq tərpənir. Düz 9 aydır ki, siz bizim məhsulları fasiləsiz, qida əlavələrini fasiləsiz orqanizmə kömək edirsiniz və nəticəsi siz nə demisiniz onu eləmişsiniz. Çox gözəl, çox gözəl nəticə. Təşəkkür edirəm nəticənizi bölüşmək üçün bugün bura gəlmisiniz. Biz sizə təşəkkür edirik ki, siz bizi yaxşı eləyirsiniz. Teşekkür.